Sizə Sağ olun. minnətdarım. Siz kimi analar olanda biz kimi övladlar olmaq mütləq. Bəli, bayrağımızı qaldırırsınız. Sağ olun. Çox sağ olun. Minnətdarım. Ben Təşəkkür çok ederim. minnettarım sizin gibi oğullara ki Sağ olun. bu şehit analarını unutmursunuz. Yok, biz onları unutamıyor ya. Evet. Onlar yüreğimizdedir. Evet. Her zaman Çok onları yaşatmak Həmişə diqqətimizdə olsun. bizim borcumuzdur. Həmişə diqqətimizdə olsun. Çox vaxt almaq istəmirəm. Bütün müralikləri təbrik edirəm. Fəxr edirəm onlarla. Çok sağ olun. Çok sağ olun. Və çox mesela Ayda xanım, Zakirə kimi tanıdığım buradakı qəhrəmanlar var. Onlar da təsadüfdən sağ qalmış adamlar. Misal üçün biz o birinci Qarabağ müharibəsini biz yaşamışıq. Vəzifəmizlə bağlı olaraq biz daha sıx o hadisələrin içində olmuşuq. Mən heç vaxt bu Qarabağ müharibəsindən danışmıram. O vaxt danışıram ki, orada bir şahid olur. Çünki o qədər televiziya baxıb danışanlar var ki, Yasemin xanım bilir, o cəmiyyətdə qadınlar var idi. Televiziyada gördüklərini də danışırdı. Mən susurdum. Təəccüb qalırdım ki, bunlar nə danışır, nədən danışır? İndi bir şey demək istəyirəm, vaxtı çox olmaq istəmirəm. Şəhid analarına bir də onu xatırlatmaq istəyirəm ki, siz fəxrlə yaşayın, həmişə başınız uca olsun, heç vaxt göz yaşı tökməyin. Bizim ölkəmizdə bu dəqiqə müharibə qədər yaralı bir problemimiz var. Cəmiyyət uşaqları, cavanları körlüyür, narkotiklə bağlı. İnanırsınız, o qədər bədbəxt analar var ki, sizin həsəd aparırlar. Kulağımla eşidirəm həkim olaraq. Ay Allah, kaş bunlar da gedib müharibədə öləydi. Allah hər kəsə bu şəhidliyi qismət eləmir, xanım. Hər kəsə Allahın seçilmiş valideynlər, analarısınız və Allahın seçilmiş bəndələridir. Qibdə eləyirik. O cənnətə düşənlər, şəhid olmaq arzusu ilə ölən oğullar var, ölən insanlar var. Arzu edirlər bir şəhid olar. Məsəl üçün, mən şəxsən fikirləşirəm, o Qarabağa vertolyotla gedib dərman parlayanda Dağlıq Qarabağın kəndlərinə. Dönə o vertolyot atəşə tutulurdu. Möcüzədən salamat qalan adamlar var. Bildiniz, ona görə mən sizə həmişə inanın ki, biz sizin qədər yaşsız saxlayırıq. Biz sizin qədər yaş dökürük. Hər günlər olar ki, o telefonda bir şəhid anasına, ya bir şəhidə baxıb öpür Allah'ya. İnanın ki, hamımızın belə vicdanlı, vətənpərvər adamların ürəyə xəstə düşdür. Heç zaman unudulmayan bir şeydir. Ağlamaqdan, Bu mümkün deyil. Bu ölkədə o yaşayırsa, o milletin adını daşıyırsa, o sevgi onun ürəyində var. Və sizin haqqınızı qoruyanları Allah qorusun. Amin. Çok sağ olun.